Azərbaycanın hər yerində rast gəlinən bu bitki əvvəlcə adamı dəli edir, sonra öldürür. Bu zəhərli bitkini siqaret əvəzinə çəkmək astmanın dərmanıdır. Qadınlar isə gözəl gözlərə sahib olmaq üçün onun dəmləməsindən istifadə edirmiş. Bu kimi videoların davamını görmək istəyirsinizsə, videonu sonacan izləyin, bəyənib abunə olun. Ən əsası isə zınqrov işarəsini açmağı unutmayın. Dəlibəng zəhərli bir bitkidir. Tərkibində zəngin alkaloidlər olduğundan çox az dozada dərman bitkisi kimi istifadə olunur. Amma bu bitki öz başına yox, xüsusi bilən adamların təyinatları əsasında istifadə olunan bilər. Dəlibəng astma xəstəliyində yarpaqları qurudulur, adi siqaret kimi çəkilir. Boğulmuş astma tutmasının qarşısını alır. Yarpaqlarının tərkibində zəngin alkaloidlər olduğundan çox güclü bir ağrıkəsicidir. Yarpaqlarının dəmlənməsini içmək olmaz, yalnız xaricə istifadə oluna bilər. Meyvəsinin üstü tikanlı, qozdan biraz böyük olur, partlayır və içindəki qara toxumlar görünür. Bu toxumları yeyən adamlar əvvəlcə dəli olur. Sonra müxtəlif hərəkətlər edirlər. Məsələn, gözlərinə yanan bir işıq görünür və o gördükləri işığın ardınca durmadan qaçırlar və birdən görürsən durub qışqırırlar. Səbəbini soruşduqda isə deyirlər ki, işıq göyə qalxdı və sairə kimi hallar əmələ gəlir. Bunlara tibbdə halüsinasiyalar deyilir. Bundan sonra kəskin zəhərlənmə baş verir və tədbir görülməzsə insan həyatını itirə bilir. Əsasən uşaqlar bilmədən bu toxumlardan yeyirlər. Orta əsrlərdə xanımlar daha gözəl görünmək üçün gözlərinə dəlibənglə dəmlənilmiş su tökürmüşlər. Çünki dəlibəng göz bəbəklərini genişləndirir və xanımlar daha da gözəl görünürmüş. Ona görə o vaxtlar bu bitkiyə gözəl xanımlar gözü kimi ad da vermişlər. Keçmişdə yuxusuzluğun qarşısını alan bir vasitə kimi də bu bitkidən istifadə olunub. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub şərh yazmağı unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.